Keçən həftə verilişimizdə qonaq olan Qumral belə bir açıqlama verdi. Dedi ki, bu günləri çıxıb televiziyada vaxtında deyənlər ki, mənim 6 dənə evim var, 10 dənə evim var. Onlar sənədlə bunu almayıblar. Mütləq də ki, onların yanlarında kimsə olub, kimsə, yəni Lord dilində deyir, burada rahat danışmaq olurdu. Yəni yanında bir kişi olub, imkanlı bir adam olub. Çünki yalnız sənədlə, yalnız şou proqrama gedib ayda 3-4 dənə toya getməklə bunlara almaq olmaz deyirdi. Bir də nə idi? Bu əslində müzakirə olundu. Dedi ki, bu günləri efirlərə baxıram, deyir. Efirlərdə belə bir görüntü görünür ki, əgər bu adam xanəndədirsə buna söz demək olmaz. Amma deyir, biz Ülviyə də oradan dedi ki, o qədər xanəndələr var ki, evli kişilərlə görüşüblər də, düz ad demədi. Dedi, amma mən bir dəfə səhv buraxdım, bura gətirdi, zaks kağızını göstərdi ki, mən 2019-cu ildə zaksa girmişəm və bu kişidən dünyaya uşaq gətirmişəm. Amma efirdə səhv demişəm və mən gözdən düşmüşəm və indi də onu gözdən qalxa bilmir də, cəmaat indi inanmır da cəmaatda. Zeman, müğənnilər doğrudanmı efirlərdə reyting qurbanı oldular deyə hər şeylərini açıb tökdülər ki, bir gün səhifələr ondan yazsınlar, bir gün pis yaxşı onları tanısınlar və sonunda onlar qurbana çevrildilər. Yəni istifadə olundular, bugün onları götürdülər, qoydular servantı, indi orada toz basırlar da, yəni yada düşmürlər. Tolik, belə deyək də, belə danışaq. Televiziya sahəsi o qədər böyük bir sahədir ki, yəni orada biz ta uşaqlığımıza dönüb qayıtsaq, görün orada kimlər çıxış edib, görün orada hansı müğənnilər, xanəndələr və yaxud Azərbaycanın incəsənətinin sütunları, yəni kimlər orada olub. Amma bugün o televiziyalarda məhz bu səpkidə, bu belə sözün, söhbətin getməsi, yəni həqiqətən də lazım deyildi. Niyə? Çünki sən də olmuşsun söhbətlərin içində, yanında danışırlar. Nə mənada? Sən qonaq olmuşsun, sənin yanında kimsə danışıb bundan. Amma mənə heç kim cürət edib o haqda, yox, sənə indi uzaq başlaya bilərlər ki, anardan ayrılmışsan ya yox, o da yalan çıxıb, bu başqa. Yəni mənə siz ailə elə bir şeydir. Bax, mənim sənətim ifaçılıqdır. Orxan qardaşımızın sənəti söz xirdardır, meyxana deməkdir də. Yəni bu insanın, hərənin öz sənəti var. Öz sənətə aid sual verilirsə, mütləq şəkildə cavablandırmalısan. Bu sənin haqqındır. Çünki sən əgər sənət nümayiş elətdirirsənsə, sənətlə bağlı bu verilişə gəlmisənsə, sənətdən danışaq. Yox, mən əgər ki, sənətimin belə deyək də, dəyəri yoxdursa, cılızdırsa və yaxud əstəğfurullah özümlə danışmam, digər insanlar, yəni bizim həmkar dostlarımızdan danışıram. Biraz balaca sənətlərində cılızlıq görsənən kimi onlar artıq bir növ həm aparıcıların qurbanı oldular. Onlar danışıqlarla, söz-söhbətlə və insanlar var ki, sözləri məsələ üçün, mənim də ətrafımda dostlarım var, sənət dostlarım. Sözləri deyirlər, amma düşünmürlər ki, onlar hansı tərzdə onu sabah sahib rəhbərlərimi, başlıqlarımı, onu götürüb necə paylaşacaqlar. Bir növ mən bunu ölçürəm cahilliklə, bir növ ölçürəm savadsızlıqla, bir növ ölçürəm ki, insan emosional ola bilər, danışıq. Məsələn, mənim bir veriliş var idi, heç vaxt mən istəmirdim o verilişə gedəm. Çünki mən o verilişdə emosionalımı mən gizlədə bilmərəm və mən xalq başqa cürə tanıyır. Mən istəmərəm ki, yox, adını çəkməyəcəm. Yəni, mən o verilişə mən heç vaxt getmərəm. Niyə getmərəm? Heç vaxt da getməmişəm, heç kim də deyəm. Bəli, yox, bir ara getdi, bir də təzə zaman. Mən ona getsəydim... Bir ara getdi, təzədən bağlandı. Yəni mən ora getsəydim, mən bilirdim ki, orada bir-birlərinə mübahisələr olunur, bir-birləri ilə nələrsə olur. Beynim error verdi ki, bu nə verilişdi, bir özüm oldu. Sonra sənə aydınlığı verir. Sonra mən fikirləşdim ki, mən çox emosional, əsəbi insanam. Yəni orada mənə kimsə güldən ağır söz desə, mən özümdən bir ixtiyar səs tonum dəyişdirəm. Mən burada həmkarlarımın tərəfini tutmalıyam, niyə? Bax, bu günləri mən kimə seçsəm, mən özümü demirəm, həmkarlarımdan söhbət gedir. Mən 10 il televiziyada olmuşam da, indi 2 aydır yoxam. Bəzən yazırlar ki, darıxmışıq, deyirəm, ay balam, dayan bir il olsun darıqda, nə oldu 2 ayda? Yəni gedəndə hamımız deyir, üstünə yaxşı bağlanıb. Siz bilirsiniz ki, kimə necə lazımdır? Zeman, yox, başqa şey deyirəm. Zeman, bax, deyirsiniz ki, aparıcılar. Aparıcının işi budur ki, verilişini maraqlı eləsin. Misal üçün, mən Orxana indi elə bir sual verə bilərəm ki, Orxan buradan çıxıb gedə bilər. Və mən bir də nə var, bu verilişdən 5 dəqiqə paylaşacaq olur ki, Orxan Tolik'in verilişindən getdi. Orxana illərlə qoyduğum hörməti qurban verə bilmərəm. Çünki mənə Orxan sabah da bir hardasa görəndə o mənim yanımdan keçəndə məni yandırar, onu yox. Cəmaət də bilər ki, bizən müğənnilər özləri istədilər bu qurban olmağı. Çoxu, bəli, mən sizdən tamamilə razıyam. Çoxu istədi. Deyir ki, qoyunun buynuzu qaşınanda gedir çomağa vurur. Bu vəziyyətə də, yəni bu vəziyyətdə olmazdı da televiziyada elə emosional danışıqlar, ümumiyyətlə o səpkidə söhbətlər olmamalıydı.
Çox təəssüf ki, oldu. Yəni ümid eləyirəm ki, bundan da sonra olmasın. Yəni ümid eləyirəm. İnşallah Siyema, olmasın. mənə səmimi deyirəm. Baycan, buyurun. Efirlərə çıxmırsan, bir şey bundan qabaq da efirdə idin, gördüm. Bəli, bəli. Rahatsanmı bugün efirdə elə? Mən hər zaman rahatam. Yox, Mən yerimdən rahatam. məncə, bax, bayaq Orxan dediyi söz var. Orada biraz səliqə səhmana düşmüş. Məktəbdə müəllim sözlüsü, nə ehtiyat. Mən adam tanıyıram ki, verilişə gedib, dostumuz da adını deməyəcəyim və deyib ki, mən öz repertuarımı oxumayacağam. 3 dənə bəstəkar mahnısı oxuyacağım. Falan bəstəkarı efirə qoşulun. Neyin? Yəni bu nə dəyişir ki? Onsuz da sən o efirdən çıxandan sonra eyni adamsan da. Yəni nə dəyişdi? Yox, təbii ki, çox gözəldir ki, bugün Azərbaycanın əsl musiqisi, əsl sənəti göz önünə daha belə deyim, tamaşaçılar görürlər. Mən də çalışdığım qədər yox, gördüm siz dediyinizi mən də hiss eləmişəm, görmüşəm ki, artıq məsəl üçün belə deyək də, toy repertuarından kənar, yəni toy repertuarını artıq efirlərdə oxunmur. Artıq gözəl musiqilər, bəstəkar mahnıları, xalq mahnıları və digər ümumiyyətlə bugün bu əsər, yəni bu dövrdə yaşadığımız yaxşı bəstəkarların mahnılarına müraciət olunur. Yəni ki, bu bir növ həqiqətən də gözəldir. Çünki mən həmişə deyirdim, siz nə deyirdin? Siyema, məncə yerimiz gembol olub hamımızın da. Əslində bir sən deyir, mən səndən başqa cavab gözləyirdim. Ki, onlara bir şans verilsin, onlar da efirə bəlkə... Orada gözəl ifaçılar var. Mən şəxsən deyirəm. O qadağa var, qeyri-rəsmi qadağa siyasi. Ora hamı mı o qadağa düşəcək adamlardır? Yox, daxil deyil. Ora hamı daxil deyil. Yəni mən bunu... Yox, səni demirəm. O siyahıda baxdı. Orada insan var ki, Aytac Vidadi qızı. Aytac Vidadi qızının mahnılarını Türkiyənin məşhur linetindən tutmuş bir cür. Aytacı necə salmaq olar o repertuara? Yəni onun etməməli. Yəni bu olmamalıydı da. Həqiqətən Aytacın... Yəni repertuar demir, siyahı. Həqiqətən Aytacın gözəl istedi. Aytac musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın da elə bir sənətkarının balasıdır ki, yəni ona həqiqətən o qadağanı qoymaq. Mən düşünmürəm ki, o yəni yaxşı olardı ki, o qadağa olunun üçün olmaz. Bir neçə orada sənət nümayəndələrimiz var. Yox, olunmadı. Çıxdı onsuz da efirə. Bax, mən sənə deyim, o siyahıda olanların demək olar 70% çıxıb efirə, qalıb 30%. Onları da indi bəzi adamlar ehtiyat edir, çağırsın. Misal üçün, heç mən YouTube verişmə hələ ki onları çağırmaq istəmirəm. Çünki başqa bir şey olur və mən düşünürəm ki, buna vaxt lazımdır, biraz vaxt lazımdır.